Burada S hərfinə aid olan sözlərdir. Ucadan ama. Sən. Ayrı. Say. Əla. Saray. Əla balama. Səren. Sərin. Sonra o bir tərəfi davam elə. Buranı oxu. Salat. Əla. Üsal. Yaz ha. Basit. Əla. Dıdır bu, bu değil. Sonra. Sonra. Yusuf oynama ya, görürəm sən elə bil. İnsan. İnsan. İnsan yox, insan. Sonra. Hərfləmə ürəyində hərflə. Heyecan deyə bilərsən mənə. Hərfi ürəyində hərflə. Samir. Samir. Samir yox, Samir. Bu sözü aşağıda yaz. Hə, qızım altında yaz. Asan. Əla. Başla qızım. Başla. Heyecansız. Sən. Əlbi çəkil, səsin düşür. Sonra. Say. Aha. Davam elə. Ne oldu kızım? Ha, heyecan denen sa. Ray. No. Saray. Davam elə. Sonra. Ay sağ ol. Davam elə. Uğur. Oğlum. Uğur. Sənin kağıdını düşün. Onu götür. Heyecan denen. Ay sağ ol. Davam elə. B değil kızım. D. D. Ay Üsal yaz da balam da. Olmadı ki. İndi küsəcəm səndən. Sən müəllimən olmayacaq. Hə. Heç olma 5 dənəsini yaz. Ama 3 dənə yaz. Uşaqlar bitirib. 5'in yaz balam. 5'in yaz. Kaçma. Kaçma sınıfta. Sonra kızım düzdür. Sonra. Ne oldu kızım? Heyecan oku da. Bütün okuyamırsa heyecan. Bak ikisini bir oku. İs. Sonra bura. Ti. Ne oldu? İs. Ti. Altındakini de oku. Ne oldu? Yo. İn. San. Ay sağ ol. Buradan da. Açarım kızım gözü. Sarı. Düzdür. Sonra. Bu inəsə sən da. Ama hərfləmə də. Ucadan oxu görmədə. Səs var ha sinifdə. Sənli. Sənli yox. 3 dənə hərfdir. S, N. Sən. Ay sağ. Geç aşağı. Sayı. Elə demir ya orada 3 dənədir. Sən onu niyə hecaya bölürsən? Gör o hecaya ayrılıb oğlum. Hecaya və altdakilar ayrılıb. Bu hecasız oxu bunu birbaşa. Hayır. Sayı. Qoy qiymət verəcəm eyniş. Say. Sonra alta keç. Gəzəndə ayağı sürtləmə oğlum. Saray. Saray. Sonra Rıza düz otur. Aha. Hərfləmə də mənim balam. Heyecan denən. Bax bu ikisini bir denən indi. İkisini bir de. Ürəyində hərflə mənə heyecanıdır. İkisi nədir? Aa, bax elə. Sonra indi bu üçün bir de bölünüb də sənin üçün hazır. Sə yox. Sa, lat. Sən buna sə deməmişdin. Sa demişdin. Sa, lat. Altındakını
Birbaşa oxu, bax, hecaya bölünməyib. Birbaşa. Sesle. Ürəyində hərflər bütöv mənə denən. Ürəyində hərflər bütöv mənə denən. Həsən Əli, bu sığların başı niyə çıxıb xətdən yuxarı, hə balam? Sığların başı niyə bu qədər çıxıb, hə? Bu böyük sığdır, yoxsa kiçik sığdır? Bax, bu nədir? Nədir belə? Hə. Nə oldu? Dost. Böyük sığlar yaxşıdır Həsən Əli. Dost. Gözdə, hə, saxla qızım gündəliyi. Nə oldu? Dost. Dost. Altındakını oxu. Ver mənə qiymət verəcəm, əyləşsən. 2-yi bölür. Ay Ömər, ay oğlum, niyə belə 2 yazmışıq? İsti. Ay sağ ol, sonra davam edib işlərdə 4 dənə qaldı bitsin. Musa, Uğur sən də otur balam. Ömər əyləş. Hə, San. insan. San. Əyl. Başla. Amma ucadan ki, mən səni eşidə bilim. Sen. Sonra San. ucadan. Sarı. Yo, elə yox. Bu ikisini bir oxu. Sa. İndi üçünü bir oxu. Vüsal. Nə oldu bir yerdə? Saray. Hə, sağ ol, bax elə. Sonra Sen. Ril. Serin. ay sağ ol. Nə qızım? Misal yazabilirim. Qızım gözlə misal dərsinə keçəndə yazacaqsan. Bir dənə səbirli ol. Sa. La. Sala. Ay sağ ol. Sonra Dost. ay sağ ol. İz. Vüsal. Ti. İsti. Sonra İn. San. İnsan. düz əyləş. Uğur gəl gündəliyinə. Verdim gün. Uğur gəl görüm gündəliyinə. Müəllimə yaxşı oxudum. Hə, başlıq bir damcı qarışdırdıq, amma sonunda yazdım. Uğur başdan, heycalamadan. Vüsal yeri və Sen. sonra Say. aha. Davam elə. Vüsal keç yeri və. Gəl hecaya bölək. İkisini bir dənə nə ol, ikisi bir yerdə. Sa. Sağ. İndi bu üçün bir yerdə oxu mənim üçün. Say. Bu sağdır. Birləşdirsək nə olacaq? Sağ. Ray. Aya. Saray. İndi bura. Hə qızım, birinci günə yaz. Birinci günə yazmışam. Çevir də qızım, deyil mi? Birinci gün bura yazmışam. Hə. Sen. Nə oldu? Sərin. Bura. Ay sağ ol. Sonra Dost. ha, elə. Sonra altındakını da oxu. Vüsal, əyləşəsən yeri və balam bu gün. Nə oldu? İnsan. İnsan. Evdə daha çox oxu biraz. Uğur.